Salam, hər vaxtınız xeyir olsun. Yeni bir mənzil çəkib sizə təqdim edirəm. Xırdalan şəhərində tam mərkəzdə yerləşir. Ekopark yaşayış kompleksində yerləşir. Geniş həyət bazaya malikdir bu kompleksimiz. Mənzilimiz şəxsi təmirdir. Sıfırdan ev sahibi alıb özü üçün təmir eləyib. Bura mənzilimizin qonaq otağıdır. Ümumi sahəsi 82 kvadratdan ibarətdir. 3 otağa düzəlib, qanuni 2 otaqdan 3 otağa düzəlmə bir mənzildir. Çox səliqəli, zövqlü təmiri var. Qupsalı bir binadır. Bu otaqdan çıxacaq gördüyümüz bu divan və bu televizor atlığı çıxacaq. Televizor da qalacaq burada. Stol, pərdələr aydın məsələdir və silsiraq. Qranit olan hissələr istipoldan ibarətdir. Burada yerləşir mətbəx. Belə bir geniş mətbəxi var. İstipoldan ibarətdir. Burada mətbəx mebeli qalacaq, xaladenlik, paltaryan çıxacaq. Bu otaqdan təkcə paltaryan, xaladenlik çıxacaq. Və burada belə bir geniş eyvanı var. Tam şəkildə təmir olunub, səliqəli kombi aparatı və qazın sayğacı. İstəsəniz buranı bağlaya da bilərsiniz. Təmir də çox əla təmirdən ibarətdir. Və bina tam yaşayışlı binadır. Yeraltı dayanacağı var. Geniş həyət bazaya malikdir. Burada uşaq yataq otağı yerləşir. Burada da nə görüşsə qalacaq. Burada böyük yataq otağı yerləşir. Geniş belə bir yataq otağından ibarətdir. Təmirdə görürük, göz qabağındadır və şəxsi təmirdən ibarətdir. Burada giriş qapısı yerləşir. Girişdən solda belə bir burada geniş belə bir şkaf da yığa bilərsiniz. Ev sahibi tərəfindən bu şəkildə yığılıb və burada geniş belə bir sanitar qovşağı var. Asma tavanla yığılıb və bahalı aksesuarlardan istifadə olunur. Duş kabininə qədər. $82 kvadratdan ibarətdir, qupsalı bir mənzildir. Qiymət 138.000 manatdan ibarətdir. Demək olar ki, bütün əşyalarla birlikdə satılır. Linkdə nömrə qoyulacaq, həmin nömrə ilə əlaqə saxlayırsınız. Bu və yaxud da digər evlərlə, mənzillərlə bağlı sizə ətraflı məlumat veriləcək. Kanalımıza abunə olursunuz, videolarımızı bəyənirsiniz ki, yeni evlər, mənzillər çəkdiyi üçün sizə bildirişlər gəlsin. Yeni evlərimizlə, mənzillərimizlə tanış ola biləsiniz. Bugünə bu qədər. Sağ olun.